Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bozbaş pişirmişdim. Bozbaş deyəndə yəni bu bizim tovuz zonasına aid olan bozartmadır. Ancaq soğanı samanvari şəkildə doğrayırıq. Kartofunu biz məclisdə də belə pişiririk. Məclisdə bunun kartofunu ayrı tökülür. Öz bulyonunla, soğanla birlikdə pişir özü. Özü de kartofunu da onu bulyonundan ayrıca pişirilir. Bu arada ben videolar paylaşmıştım. Tovuzun güzelliklerinden, tovuzun şehitlerini de. Allah her yerin şehitlerini Allah rahmet eylesin. Əsgərlərini de Allah korusun. Güzellikleri herkese kısmet eylesin Allah. Neyse bu istedim. Bu bizim tovuz zonasının bozartmasıdır. Yani pörtleme kimi tipli bir yeməkdir. Yəni çoban bozartması kimi də belə bir yeməkdir. Kim hazırlasa da bu üsulla nuş olsun. Göz haqqınızı da halal eləyin. Kanalımıza dəstək olanlar, takip eləyənlər, like eləyənlər, abunə olanlar, Allah hər kəsdən razı olsun. Hər kəsə Allah can sağlığı versin. Evimiz, işimiz bol ruzi bərəkətlə dolu olsun. Göz hakkınızı halal edin. Yeniden görüşmek ümidiyle. Sağ olun, sağlıkla kalın.